Xocalı rayonunun Daşbulaq və Badara, həmçinin Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç kərvanları yola salınıb. Bu mərhələdə Daşbulağa 9, Badaraya 6, Vəngliyə isə 11 ailə köçürülüb. Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a, Badaraya köçürülən ailələrin sayı 37-yə, Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya çatacaq. Allah bir də bizi göstərməsin bu işləri bizə. Axırıncı köçümüz olsun, bünövrəli olaq orada, vətəndə. Yurduma gedirəm, yerimə gedirəm. 34 ildir arzusunda olduğum bir vətənimə gedirəm. Allah razı olsun bu bizi vətənə qaytaranı, bu sevinci bizi yaşadanı. Allah həmişə var eləsin. Şadam ki, mən bugün vətənimə qayıdıram. 34 ilin həsrəti bitdi. Bunu yaşamaq, bu sevinci yaşamaq mən düşünürəm ki, qeyri-adi bir hissdir.